Birinci sual. Limit işarəsindən istifadə edərək x 3-ə yaxınlaşdıqda fx funksiyasının limitini yaz. Funksiyamız belədir. Fx bərabərdir x çıxılsın 6 bölünsün x. Əvvəlcə ona diqqət edək ki, x bizdə 3-ə yaxınlaşır. Ona görə də verilmiş 4 variantdan 3-ə yaxınlaşmayan variantları ələyək. Birinci variantda x mənfi 3-ə yaxınlaşdığı üçün A variantını ələyirik. Və həmçinin D variantında x mənfi 3-ə yaxınlaşır, bunu da ələyirik. Qalır B və C variantı. Baxaq B variantına. Deməli, limit x yaxınlaşır 3-ə. Ancaq yazılış qaydasında burada fx yazılmaması lazımdır. Deməli, fx-in funksiyanın, yəni ki, cəbri ifadəsi burada yer alması lazımdır. Ona görə də B variantında doğru yazılmayıb. Qalır C variantı. C variantı doğru variant olacaq. Bəli, baxırıq ki, limit aşağıda x hansı nöqtəyə yaxınlaşırsa o verilib, 3-ə yaxınlaşır və qabağında isə funksiyanın cəbri ifadəsi, yəni x çıxılsın 6 bölünsün x. İkinci sual. Limiti hesabla. Verilmiş limit budur. Limit x 3-ə yaxınlaşdıqda x çıxılsın 6 bölünsün x. Limiti hesablamaq üçün sadəcə x-in yaxınlaşdığı nöqtəni funksiyanın cəbr ifadəsində x-in yerinə qoyuruq. Yəni, bərabərdir. Gördüyünüz bu x-in yerinə 3 qoymağımız lazımdır. Bu x-in yerinə də 3 qoymağımız lazımdır. Bu olacaq 3 çıxılsın 6 bölünsün 3 bərabərdir. 3 çıxılsın 6 mənfi 3-ə bərabərdir. Aşağıda isə 3. Mənfi 3-ü 3-ə böləndə isə mənfi 1 olur. Deməli, cavab C bəndidir. Son olaraq 3-cü sual. Verilmiş limit tənliyi nə ifadə edir? Limit belədir. Limit x yaxınlaşır 3-ə, funksiyamız isə x kvadrat çıxılsın 1-dir. Bu funksiyanın qiyməti, yəni limiti 8-ə yaxınlaşır deməkdir. Bərabərdir 8, yəni bu deməkdir. Biz baxırıq, deməli cavablarda x 3-ə yaxınlaşmayan variantları ələyək. A bəndində x 8-ə yaxınlaşır. Ona görə də A bəndi doğru cavab olmayacaq. Həmçinin C variantında da x 8-ə yaxınlaşdığı üçün cavab doğru olmayacaq. Qalır B və D variantı. B variantını oxuyaq. X 3-ə yaxınlaşdıqda fx bərabərdir x kvadrat çıxılsın 1 funksiyasının limiti 8 deyildir yazılıb. Ancaq bizdə 8-dir cavab. Ona görə B variantı doğru deyil və qalır son olaraq D variantı. Yəni x 3-ə yaxınlaşdıqda fx bərabərdir x kvadrat çıxılsın 1 funksiyasının limiti 8-dir. İki şeyə nəzər salmamız lazımdır. Birincisi odur ki, x 3-ə yaxınlaşır. Bizim verilmiş tənlikdə də x 3-ə yaxınlaşır və həmçinin limitin aldığı qiymət də 8-dir. Bizdə də deməli tənlikdə 8 verilibdir. Ona görə də, yəni biz onu da yoxlayaq ki, funksiyamız x kvadrat çıxılsın 1-dir. Bəli, funksiyamız x kvadrat çıxılsın 1-dir. Doğru cavab olur D bəndi.